Bismillahirrahmanirrahim. Hacı bir daha təşəkkür edirəm. Biz keçən dəfə Qurani-Kərimin barəsində ümumi mövzulardan danışdıq. Müxtəlif, amma bir neçə mövzu idi. Amma istəyirdim bu günləri bir mövzu barəsində danışaq. Təbii ki, Qurani-Kərimin ətrafında. O da bir iradın üzərində istəyirdim danışaq. İrad da nədən ibarətdir? Biz məsələn çox bu məsələyə yer veririk. Məsələn, qeyd edirik ki, Qurani-Kərim müəyyən bir dəstə üçün yox, bütün insanlar üçün nazil olub və hər bir kəs öz tutumu qədərində Qurani-Kərimdən oxuyub anlaya bilər. Amma bir çox insanlar, bəziləri qərəzli şəkildə olsa da, amma əksər insanlar sözləri budur ki, biz məsələn Qurani-Kərimdən hər hansı bir ayəni oxuyub, oradan müəyyən bir məna çıxarış eləyə bilmirik, anlaya bilmirik. Təbii ki, tərcümələrdən əsasən də söhbət gedir. Yəni, bu istiqamətdə istəyərdim danışaq ki, hansı üslubda, hansı tərzdə, hansı yanaşma ilə, hansı düşüncə ilə oxumaq lazımdır ki, insan Qurandan başa düşsün. Hələ bu mövzunun üzərində inşallah danışaq. Mövzumuz da olsun Qurani-Kərimin dili. Yəni, bu mənadakı üslubu. Məsələn, hər bir dəstənin, hər bir şəxsin, hər bir sənət sahibinin, hətta belə deyərdik ki, öz məxsusi, özünə məxsus özəl bir dili var. Məsələn, hətta belə deyək də, nüsxə yazan, resept yazan həkimlərin, məsələn, biz onun orada yazılan resepti görsən, çox zaman oxuya bilmirik, amma aparıb əhlinə verəndə onlar oxuya bilirlər. Adi müəyyən sahələrin mütəxəssislərinin, peşə sahiblərinin, müəyyən alimlərin, belə deyək də, öz dilləri var. Qurani-Kərimin də xüsusi olaraq, belə deyək, öz dili varmı ki, ona görə biz də məsələn, Qurandan bir şey anlamaq istəyəndə o məntiqlə, o düşüncə ilə yanaşaq ki, biz də oradan bir şey anlayaq. Elə sözün bu yerində mənim zehnimə bir şey gəldi, bir sual var idi, o sualın barəsində istəyərdim, artıq neçənci dəfədir ki, soruşulur. Elə mövzumuzu da onu ilə də bağlamaq mümkündür. Soruşulan da budur ki, bu kanalın adı Ahlul Beyt, AA mediadır. Ahlul Beyt, İrad da bildirilir, daha doğrusu soruşurlar, İrad yox, soruşurlar ki, niyə görə Əhl-i Beyt yox, Ahlul Beyt, hətta bəzilər deyirlər ki, səhv yazılıb ad, Ahlul Beyt yazılıb. İstəyərdim ona elə qısa şəkildə açıqlama da deyək ki, yəni söz əslində nə deməkdir? Bir Əhl-i Beyt var, bir də Ahlul Beyt var. Əhl-i Beyt ilə Ahlul Beytin məna baxımından eyni şəxslərə aid olan bir addır, bir seçimdir. Amma arasında cüzi lüğət baxımından fərq var. O da bundan ibarətdir ki, Əhl-i Beyt, əhl sözü məlumdur, beyt də ev deməkdir. Əhl-i Beyt də, yəni evin əhli. Qurani-Kərimdə Əhl-i Beyt sözü bir neçə yerdə işlənir və xüsusən də ən, belə deyək, işləndiyi ayə Əhzab surəsinin 33-cü ayəsinin sonudur. İnnəmə yuridullahu liyusibə ankumur ritsə əhləl beyt və yutahhirakum tədhira. Həqiqətən də Allahın əzəli iradəsi istəyi budur ki, siz Əhl-i Beytdən hər cür çirkinliyi uzaqlaşdırıb sizi pak və pakizə etsin. Əhl-i Beyt burada kimlərdən söhbət gedir? Məlumdur ki, Həzrət Peyğəmbər sallallahu aleyh və qızı xanım Zəhra sallallahu aleyha, əmisi oğlu və vəsisi Əli ibn Əbi Talib aleyhissalam və nəvələri İmam Həsən, İmam Hüseyn aleyhissalam. Əsas həmin dövrdə onlar idi, deyən onlardan söhbət gedir və ondan sonra İmam Hüseyn aleyhissalamın nəslindən olan 9 imam. Ümumilikdə biz onlara deyirik 14 məsum. Yəni Peyğəmbər və qızı xanım Zəhra sallallahu aleyha və bir də 12 imam. Ümumilikdə 14 məsum. Bunlara da deyilir, nə Quran dili ilə desək və hədislərlə desək, Peyğəmbər sallallahu aleyhin Əhl-i Beyti, Əhl-i Beyt deyiləndə, yəni həmin o evin, Peyğəmbər evinin
Risalət evinin, vəhy nazil olan evin əhli. Bir də Ahlul Beyt var. O da yenə həmin şəxslərdən ibarətdir, həmin şəxslərdən söhbət gedir. Orada əhli yox, al sözü işlənir. Al da yenə də Qurani-Kərimin sözüdür. Əhl məlum məsələdir. Al isə ailə deməkdir. Məsələn, Allahümmə salli əla Muhamməd və ali Muhamməd. İlahi salam və salavat göndər Peyğəmbərə və ali Muhamməd, yəni həm də Peyğəmbərin ailəsində. Qurani-Kərimdə də işlənir. Məsələn, hətta surə adı var bu barədə. Ali İmran. İmranın ailəsi. Və yaxud Alə İbrahim. İbrahimin ailəsi. Ahlul Beyt deyəndə də Ahlul Beyt, yəni həmin o evin, risalətin mədəni olan, nübüvvətin mədəni olan, vəhyin nazil olduğu evin, yəni Peyğəmbər evinin ailəsi. Yəni kimlər? 14 məsum. Bu da Ahlul Beyt, yəni bu mənada. Hər ikisi 14 məsumun barəsindədir. Ki, bu elə verilən suala, soruşulan suala bir cavabdır. Və buradan da zehnimə bir şey gəldi, Hacı. Qurani-Kərimin dili barəsində. Ki, məsələn, soruşurlar ki, biz necə çıxarış eləyik Qurani-Kərimdən, oxuyuruq, hər hansı bir mövzunu oradan anlayaq. Elə bu alla əhl sözü barəsində də istəyərdim bir dənə. Düzdür, bu barədə hər ikisi eyni mənadadır. Eyni mənadadır, amma lüğət baxımından təbii ki, fərqləri var. Bir mövzunun əhli ola bilər, ola bilər ki, bir ailədir, həmin ailədə hamısı eyni əqidədədir. Eyni əqidədə olduğuna görə hamı evin əhli sayılır. Amma mümkündür ki, bir ailə ailədir, məsələn, Peyğəmbər ailəsi də ola bilər digər bir şəxsində, amma orada hamı eyni əqidədə deyil. Məsələn, ata, ana eyni əqidədədir, övladın biri eyni əqidədədir, digəri başqa bir əqidədir. Biri məsələn müsəlmandır, digəri qeyri-müsəlmandır. Ümumilikdə hamısı ailədir. Amma əhl olanda həmin o eyni əqidədə olmayan əhli sayılmır. Məsələn, misal deyə bilərik Qurani-Kərimdən. Həzrəti Nuh Peyğəmbər ki, oğlunu istədi Allahdan ki, batmasın, xilas eləsin oğlunu. Allah Taala ona cavabı bu oldu ki, İnnehu leysə min əhlik. O sənin əhlindən deyil. İnnehu əməlun qeyru salih. O qeyri-əməl salih, belə deyək də, əhlidir. Əməl salih insan deyil. Yəni sənin əqidəndə deyil. Demədi orada Allah Taala ki, o sənin ailəndən deyil. Halbuki Həzrət Nuh Peyğəmbərin ailəsindən idi, övladı idi. Amma Allah orada buyurur ki, demir sənin ailəndən deyil, deyil sənin əhlindən deyil. Yəni, hansı əhlindən? Səninlə həm əqidə deyil. Hələ bu özü bir, məsələn, çıxarışdır da, Qurani-Kərimdə məsələn diqqət edirsən ki, oxuyub oradan adam məna çıxarda bilir ki, doğrudan da bir ailə ola bilər ki, mümkündür bir ailədir, amma bir nəfər ola bilər ki, orada ailənin əqidə baxımından əhli deyil. İstəyərdim elə Hacı bu barədə danışaq. Qurani-Kərimin dili elə, məsələn, ola bilər bir nəfər iradə bildirsin ki, həkim resept yazıb, mən oxuya bilmirəm. Qurani-Kərimdə Allahın reseptidir, mən də onu oxuya bilmirəm. Gərək əhli olsun ki, iradı budur ya, əhli olsun ki, oradan bir şey çıxarış eləyə bilsin, anlaya bilsin. Düz fikirdir bu, düz yanaşmadır Qurani-Kərimə, yoxsa yox? Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme vaffiqna lima tuhibbu ve tarda. İlk öncə Allahdan istəyirik ki, bizi razı olduğu və sevdiyi əməllərdə müvəffəq eləsin. Elə Quranın dili ki, bizim mövzumuzdur inşallah. Quran-ı Kərim özü bizə öyrədir ki, bütün peyğəmbərlərin duası ilk öncə bu olub ki, Rabbi əvzi'ni, Allah məni bu işlərdə müvəffəq elə ki, mən sənə şükr eləyə bilim, ən əmələ salihən, salih əməllər yerinə yetirə bilim ki, tərdahu, sən ondan razı olmusan. Quran-ı Kərimin dili mövzusu həqiqətən də önəmli bir mövzudur. Quran-ı Kərimin tərcüməsi bizə yetərlidir, ya yox.
Quran-ı Kərim özü buyurur ki: "Və laqad yəssərnəl Qur'anə liz-zikri fəhəl min muddəkir." Biz Quran-ı Kərimi sizin üçün asan etdik. Asan ifadələrlə, sizin başa düşə biləcəyiniz tərzdə göndərmişik. Bəs düşünmürsünüz. Və digər bir ayədə Allah Teala buyurur: "Əfələ yetədəbbərunəl Qur'an əm alə qulubin aqfaluha." Quran-ı Kərim barəsində tədəbbür etmirlər. Yoxsa onların qəlblərində qıfıl var. Yəni tədəbbürə dəvət, biz Quran-ı Kərim barəsində fikirləşməliyik. Bunlar hamısı onu göstərir ki, biz düşünməliyik, fikirləşməliyik. Quran-ı Kərim o qədər də çətin deyil. Amma bununla yanaşı Quran-ı Kərim zahiri mənasından əlavə batini mənaları da var ki, biz mümkündür ki, öz savadımızla biz gedib oraya əl tapa bilməyək. Bu məsələdə Quran-ı Kərim özü bizə kömək eləyir. Buyurur ki: "Fəsəlu əhlə-zikri in kuntum la ta'lamun." Bilmədiyiniz şeylər barəsində zikr əhlindən sual eləyin. Yeri gəlmişkən elə istəyirdim zikr əhli barəsində də bir söz deyim. Quran-ı Kərimdə bir ayə var, Surə Tələqdə Allah Teala buyurur: "Qad ənzəlallahu ileykum zikra." Sonra buyurur: "Rasulan yətlu aleykum." Biz sizə zikri nazil etdik. Sonra buyurur ki, elə bir rəsul ki, burada bəzi müfəssirlər buyururlar ki, zikirdən məqsəd peyğəmbərdir. Bəli, Quran-ı Kərim barəsində özümüz təfəkkür eləyə bilərik. O ayələr ki, əl çatanda düşünə bilərik. Amma o ayələrdə ki, bizim ehtiyacımız var, biz batini mənalara əl tapaq, mütləq Quran-ı Kərimin öz göstərişi ilə o şəxslərə müraciət eləməliyik ki, onlar Quran-ı Kərimin batininə variddirlər. Biraz mövzular hamısı Quran ətrafındadır, ayələr ard-arda gəlir. Amma məcburuq biz elə Quran-ı Kərimin özü ilə bu məsələyə aydınlıq gətirək. Bir ayə var Quran-ı Kərimdə: "İnnehu lequr'anun kerim fi kitabin meknun la yemessuhu illa'l mutahharun." Bu Quran çox kərim, kəramətli bir kitabdır və fi kitabin meknun, yəni örtülü bir kitabdır. Bəli, bükülü örtülü bir kitabdır. La yemessuhu illa'l mutahharun. Ona pak olmuşlardan başqa heç kim toxuna bilməz. Bəli, bir mənası budur ki, dəstəmazsız toxuna bilmərik. Bu zahiri mənasıdır. Və bir mənası da ki, Quran-ı Kərimdə məs kəlməsi fikrə toxunmaq, fikri cəhətdən toxunmağa aiddir ki, Ərəf surəsinin sonunda buna işarə olunub, məssin o mənası gəlib. İzə məsəhum taifun minəş-şeytani təzəkkəru. Şeytan onların fikirlərinə müdaxilə etmək istədiyi zaman təzəkkəru, Allahı xatırlayırlar və izəhum mubsirun və bəsirətləri onları bu vəziyyətdən çıxardır. Quran-ı Kərim buyurur ki, onun mənasına pak olunmuşlardan başqa heç kəs toxuna bilməz və mutəhhər, yəni paklar kimlərdir? Heç kim iddia elə bilməz ki, pak mənəm. Amma Allah Teala zəmanət verdiyi şəxslər kimlərdir? Bayaq 33-cü surənin 33-cü ayəsindən ki, misal vurdunuz. Əhl-i Beyt əleyhissalamın tətir ayəsi buyurur ki: "İnnemə yuridullahu liyuzhiba ankumur ricsə əhləl beyt və yutahhirakum tathira." Allah Taala'nın iradəsi bu olub ki, siz Əhl-i Beytdən bütün çirkinlikləri aradan aparsın və yutahhirakum tathira və sizi mütləq şəkildə pak qərar versin. Allah Teala buyurur ki, pak olmuşlar bunlardılar. Və Vaqia surəsində də buyurur ki, pak olunmuşlardan qeyri bunun mənasına heç kim vara bilməz. Heç kim bunun mənasına əl tapa bilməz. Onun gizli mənaları, batini mənaları ki var, Quran-ı Kərim buyurur. O mənalara hər kəs varid ola bilməz. Belə aydın oldu ki, belə anlaşıldı ki, Quran-ı Kərimi anlamaq istəyən şəxs, hər hansı bir ayəni oxuyub anlamaq istəyən şəxs ora, daha doğrusu mənaya, Quran-ı Kərimə onun müfəssiri olmadan, yəni peyğəmbərsiz
və əhl-i beytsiz daxil olmasın. Yəni, ümumilikdə götürsək, hədissiz daxil olmasın. Əgər anlamaq istəyirsə. Bu özü-özlüyündə düzgün bir yoldur, bir qərardır. Təbii ki, bəzi insanlar var, məsələn, hədis qəbul eləmirlər. Məsələn, deyir, bu filan hədisdir. Yaxşı, sən nə qəbul edirsən? Deyir, elə Quran-ı Kərimi, Allahın ayəsini. Amma əgər bir insan hədis qəbul eləmirsə və Quran-ı Kərimi hədissiz anlamağa qərar verirsə, belə aydın olur ki, belə çıxır ki, daha doğrusu, bu insan Peyğəmbəri qəbul eləmir. Çünki hədis Peyğəmbərdir. Hədis Peyğəmbərin əhl-i beytidir. Sən də Peyğəmbər və əhl-i beytsiz Quran-ı Kərimə daxil olursan, anlamaq istəyirsən, təbii ki, oradan bir şey anlaya bilməyəcəksən, təbii ki, zahiri mənadan başqa. Və bundan da əlavə, Quran-ı Kərimin üslubu bundan ibarətdir ki, hər hansısa bir mövzunun barəsində təfsilatı ilə danışmır. İşarə eləyir və o təfsilatı şəkildə yenə də qeyd olunur hədislərdə. Məsələn, bizim bugün hədis qəbul eləməyən, namaz qılan şəxsə demək lazımdır ki, sənin qıldığın namaz ayə yox, hədisdir. Ayə əmr eləyir, hədis yolunu göstərir izahlı şəkildə. Tutduğu oruc ayə yox, hədisdir. Yəni, ayə əmr eləyir, bir-iki dən məsələsini deyir, amma təfsilatı ilə hədis izah edir. Və digər məsələlərdə həmçinin ki, yerinə yetirdiyin ibadətlərin təfsilatı hədislərdə qeyd olunub. Əgər hədis qəbul eləmirsənsə, sırf Quranla deyirsənsə, onda o yerinə yetirdiklərin hardan götürülüb? Təbii ki, hədisdən. Bu, təbii ki, şeytanın bir fikridir. Amma çox gözəl qeyd elədiyimiz kimi ki, Quran-ı Kərimin anlamaq istəyən şəxs hədis və ayənin özü ilə anlamalıdır. Amma Quran-ı Kərimin biz üslubu, dili barəsində istəyirdim ki, o məsələni danışaq. Məsələn, necə? Ola bilər, çox danışaram bu barədə, amma istəyirəm ki, siz o mətləbə gəlib çıxasınız acı. Elə sözümüzün əvvəlində bir ayəni dediniz. Mənim zehnimə bir misal gəldi Quran-ı Kərimdən. Elə bu mövzuda danışa bilərik. Fəsəlu əhlə zikr in kuntum la ta'lamun. Əgər bilmirsinizsə, ayəni düz dedim də azı. Əgər bilmirsinizsə, zikr əhlindən, bilənlərdən soruşun. Burada ayənin içərisində fəsəlu əmr feilidir. Allah əmr edir. Soruşun. İnsan birincisi, bax, buradan belə götürək də. Məsələn, Quran-ı Kərimi oxudum, bir dənə soruşun əmrinin içərisində bir neçə dənə mətləbi biz çıxarda bilərik. Hətta hədissiz belə də. Yenə deyirəm, Quranın dilin barəsində istəyirəm, tərzi barəsində istəyirəm danışaq. Allah əmr edir, soruşun. Birincisi, əgər mən soruşuramsa, bilmədiyim bir şeyi öyrənirəmsə, Allahın əmrini yerinə yetirirəm. Bu bir dənə çıxarış. Çox gözəl bir iş gördüm. İkincisi budur ki, soruşmaqla mən bilmədiyim bir şeyi öyrənmiş oluram. Üçüncüsü budur ki, həm Allahın əmrini yerinə yetirirəm, həm öyrənmiş oluram və həmçinin də Allahın əmrini yerinə yetirdiyimə görə savab qazanmış oluram. Və sair, bu bir dənə elə əmrin içərisində, ayənin içərisində bir dənə kəlmənin barəsində mən nə qədər çıxarışlar elədim. Gərək bu elə soruşmaq barəsində. Soruşmaq özü belə bir şeydir ki, insan əgər təkəbbürlük eləsə, soruşmasa, onun həyatında çətinliklər ortalığa çıxar. Mən bir ünvanı, məsələn, getməliyəm bir ünvana. Həmin ünvana getmək üçün müəyyən yollar var ki, o yollardan istifadə eləməliyim. Amma bəzən görürsən, gedib ünvana çata bilmirəm. Məsələn, gedirəm bir məntəqəyə, orada məsələn, hacı ilə görüşməliyəm, hacı filan kəslə. Onun evi lazımdır mənə. Çatmışam, evini tapa bilmirəm. Elə istəyirəm ki, özüm tapam. İndi həmin məntəqənin əhlindən, həmin kəndin əhlindən bir nəfərdən soruşsam ki, hacı filan kəsin evi hardadır, soruşacaqlar. Mən də vaxt itirmədən gedib həmin şəxsin evini tapacağam. Amma soruşmadan elə istəyirəm özüm tapam, təkəbbürlük edirəm məsələn. Onda mənim vaxtım da gedəcək, enerjim də gedəcək, yorulacağam və görün nə qədər şeylər baş verir. Bir dənə soruşmamağın nəticəsində. Bu da bunun mənfi tərəfi. İndi bir dənə soruşmaq, fəsəlu,
sözünün içərisində lüğət baxımından da baxsaq, səələ kökündəndir də. Fəsəlu əmr feilidir, soruşun. Səələ də ərəb dilində hətta soruşmaqdan əlavə həm də istəmək deməkdir də. Yəni soruşmağın da bir mənası budur ki, sən istəyibin hasıl olmasını istəyirsən. Hansısa bir hacətin yerinə yetməyini istəyirsən. Bu da lüğət baxımından ki, insan görün zehnini nə qədər açır. İndi gəlirik. Kimlər soruşar? Bilməyən insanlar soruşar. Və zehnimə gələn də bu idi siz danışanda ki, Allah Teala bilməyən insanlar soruşar da. Bəzi yerlərdə Allah Teala da soruşub, sual verib. Məsələn, Allah Həzrəti Musa Peyğəmbərə sual verir. Və ma tilkə biyəminikə ya Musa. O yanındakı nədir? Musa Peyğəmbər ki, münacata gedirdi Allahla. Əsası da yanında idi. Qoymuşdu, diz üstündə oturmuşdu. Allahla münacat edirdi, danışırdı, dua edirdi. Allah birdən soruşdu ki, və ma tilkə biyəminikə ya Musa. Ay Musa, sənin yanındakı nədir? Əlindəki nədir və yaxud? Həzrət Musa Peyğəmbər də başladı onun üçün danışmaq. Qalə hiyə əsayə, ətəvəkkəhu əleyha və əxuşşu biha əla qənəmi və liyə fiha məaribu uxra. İlahi, bu mənim əsamdır, çomağımdır. Mən bunu ilə söykənirəm buna, dayananda buna söykənirəm. Heyvanlarımı bunu ilə gəzdirirəm, otarıram və yaxud yarpaqlarını qırıb ağacını tökürəm ondan sonra və bunu ilə başqa-başqa digər işlər görürəm. Belə bir cavab verdi. Sonra Allah Teala əmr elədi ona ki, ay Musa, at onu bir dənə yerə. Atandan sonra çevrildi, oldu bir dənə böyük bir ilan, canlı bir ilan. Həzrəti Musa Peyğəmbər qorxdu, Allah buyurdu ki, qorxma, tut onu. Tutandan sonra qayıtdı yenə də həminki vəziyyətinə oldu əsa. İndi söhbət burada nədir? Allah Teala məgər bilmirdi ki, Musa Peyğəmbərin yanında əsadır, çomaqdır. Niyə görə soruşdu? İndi bu niyə görə sualını vermək əslində Quran-ı Kərimin həm üslubunu, həm də oradan olan mətləbləri anlamaqdır. Ki, insan bunu bilmək üçün, məsələn, gedər soruşar zikr əhlindən. Hələ o ayəni də sonra tamlığı ilə yenə də yerinə yetirmiş olur, gedib soruşursan. Yaxşı, indi bunun elə demişik, cavabı da elə bildiyimiz qədər cavabını deyə əlavə eləmək istəsəniz, buna da əlavə eləyərsiniz inşallah. 3 dənə məsələn orada məsələ var. Allah Teala birincisi, təbii ki, hər bir şeyi bilir. Hər şeyi biləndir. Sual verməkdə biz bilirik ki, məqsədi var. Amma məqsəd bizə maraqlıdır ki, niyə görə Allah Teala sual verdi, soruşdu. Birincisi budur ki, Allah Teala öz bəndəsinin onunla, Allahla danışmasından öz dilimizdə deyək, xoşu gəlir. İstəyir ki, danışdırsın bəndəsini. Allah istədi ki, Həzrəti Musa Peyğəmbər onu ilə danışsın. Bu misalını da demək olar da, evdə körpə uşağı olanlar bilirlər ki, uşaq dil açmağa başlayanda, valideyn ondan bir dənə kəlmə deyir də, məsələn, ata ya ana, ya nənə ya baba, bilirlər ki, bunu deyir də, bundan başqa söz deyə bilir. Bir gündə bəlkə 300 dəfə, 500 dəfə soruşurlar ondan ki, desin. Niyə görə? Çünki onlar üçün şirindir. Valideynlər üçün şirindir uşağın danışması. Aləmlərin Rəbbi üçün də bəndəsi onu ilə danışması məcazi mənada təbii ki, şirindir. İstəyir Həzrət Musanı danışdırsın. Həzrət Musa da maşallah danışdı da ayənin sonraki sözlərində gəlir. Bu bir tərəfi, Allahın soruşmaqda məqsədi, yəni Həzrət Musanı danışdırmaq üçün soruşurdu. Nəinki bilməyib bir şeyin cavabını bilmək üçün. İkinci mənası budur ki, Allah Teala Həzrət Musaya öyrənmək üçün yox, öyrətmək üçün soruşurdu. Yəni, nə mənada? Məsələn, uşaq götürür, telefonla oynayır. Oyuncaq kimi oynayır. Amma valideyni görür ki, yox, salıb sandıracaq, başqa cür oynayır bunu ilə, oyuncaqdan başqa cür istifadə edir. Götürür ki, balam, bilirsən bu nədir? Əslində özü bilir də bu telefondur. Yəni başa salmaq istəyir. Sonra izah edir onun üçün ki, hə bax bu, məsələn bununla telefon danışıqları olur, bununla sosial şəbəkələrdən, nə bilim filan işlərdən istifadə edir. Bu cür funksiyaları var. İzah edir onun üçün. Allah da Həzrət Musadan soruşdu ki, yanındakı elə belə bir şey deyil. Ha, sən elə bilirsən ki, bir ağac parçasıdır. Əslində elə belə bir şey deyil. At bir dənə onu yerə görəcəksən nə oldu. Atır yerə çevrilir, olur əjdaha. Sonra deyir ki, tut filan belə. Yəni, öyrətmək istəyirdi Həzrəti Musaya ki, bu ağac elə belə bir ağac parçası deyil, sadəcə əsadan ibarət olan bir ağac deyil. Və üçüncü məsələsi də budur ki, əslində çox şeylər var burada və üçüncüsü də əsas hədəf budur ki,
Allah Taala Həzrət Musaya simvolik bir, yəni rəmzi mənada bir şey çatdırmaq istəyirdi. Əslində insanın nəfsinin istəklərinin bir əjdaha kimi, əgər insan nəfsinin istəklərini boş buraxarsa, cilovunu boş buraxarsa, çevrilib əjdaha olması barəsində demək istəyir. Yəni baxın bir dənə Həzrət Musa Allah soruşanda ki, yanındakı nədir? Cavabına bir dənə baxın. Qalə hiyə əsayə ətəvəkkəhu əleyha. Bu mənim əsamdır və mən ona söykənirəm. Nəfsinin istəyini dedi. Heyvanlarım üçün yarpaq qırıb tökürəm. Yenə nəfsinin istəyidir. Bununla başqa-başqa işlər görürəm. Yəni bu Həzrət Musanın cavabında nəfs istəyi var. Allah Taala dedi ona ki, bir dənə nəfsi boş burax, bir dənə at onu yerə. Atandan sonra çevrildi oldu əjdaha. O əjdaha ki, Həzrət Musanı çevrilib uda bilərdi. Uda bilərdi. Ondan sonra Allah Taala buyurdu ki, indi tut onu. Yəni nəfsi bu tut, cilovla, kontrol altına al ki, səni, hətta o Sədinin əsərlərinin birində də var, o əjdaha barəsində şeir necə idi? Nəfs əjdərhast keymordə əst, əz dəmi bi haləti əfsurdə əst. Şeirdir. Bu şeirin bir hekayəsi də var. Deyir, nəfs, insanın nəfsi bir dənə yatmış əjdahaya bənzəyir ki, halsızdır, soyuqdan halsızdır qalıb. Amma əjdahadır. Necə? Hekayəsi də budur ki, deyir, bir nəfər gəlir bazara, istəyir ki, o müəyyən zaman iş tapa bilməyən, daha doğrusu rahat iş axtaran insanlar ki var, gedib məsələn zəhmət çəkmək istəmir, elə istəyir ki, oturum kresloda, stol arxasında, notebook arxasında, elə bir iş görüm, pul qazanım rahat. Rahat olsun mənim üçün. Bu da elə həmin zamanlardan olur. Belə gəlir bazara, qədim dövrdə, Bağdadda, isti havadır, baxır görür ki, biri nə bilim pal-paltar satır məsələn, yox, bunun əziyyəti var. Biri meyvə satır, bunun da əziyyəti var. Biri nə bilim qəssablıq əziyyəti var. Rahat bir iş axtarır. Gəlir görür ki, bir nəfər Hindistandan gəlib, bir dənə belə deyək, balabanı var əlində, bir dənə də qabağında bir torbadır. Bu balabandan bir hava çalır, bir musiqi ifa eləyir və ilan da çıxır oradan, başlayıb oynamaq. Cəmaət də keçir, bir torbası da var, orada pul atırlar. Baxır ki, bu nə gözəl şeydir, mən də gedim elə bir dənə ilan tapım. Bu ilanı gətirim, mən də bir tütəklə, balabanla ifa eləyim, mən də pul qazanım rahat. Gedim bundan da böyük bir ilan tapım. Çıxır o laf uzqar yerə, dağın, baxır görür ki, burada çox böyük bir dənə ilan var. İndi qədim dildə desək, deyir, əjdaha var. Amma soyuqdan donub qalıb, tərpənə bilmir. Bir kəndir atır bunun boynuna, sürüyə-sürüyə çətinliklə gətirir bazara və cəmaatı çağırır ki, gəlin baxın, balaca yarım metrlik, 1 metrlik ilana baxırsınız, mənim inalım görün, əjdaha boydadır, nə boydadır. Hava da isti olur. Cəmaat yığılır bunun ətrafına. Bu isti havada, isti ki, deyir ilana, elə özünə gələn kimi, ayılan kimi birinci bunudur. Bunudur, sonra nə bilim vurur quyruğu ilə sütunu sındırır, bazar çökür yerə, çox zərər, ziyan vurur və çıxır gedir. Bu da o hekayəni çəkirdi ki, əslində insanın nəfsi bir dənə əjdahaya bənzəyir ki, amma soyuqdan donub, soyuqdur. Elə ki, bir dənə ona, belə deyək, kontroldan çıxart, ona bir dənə, belə deyək, cilovunu burax, o halda görərsən ki, birinci insanın özünü udar. İndi orada da Allah Taala demək istəyir, Həzrət Musa Peyğəmbər ki, insanın nəfsi, bax, nəfs gör necə bir şeydir ki, insanın özünü udar. Baxın, Hacı, bu bir dənə misal idi, fəsəlu, Quranın üslubu budur. Gördünüz, hardan hara gətirir, çıxardır. Mən deyərdim ki, bəlkə də insan Quran-ı Kərimi oxuyanda təbii ki, hədissiz mümkün deyil. Yolu var hədislə. Amma ayələri anlamaq üçün deyərdim ki, bugün Qurandan istifadə edən tərzini, yolunu, üslubunu, dilini anlamaq üçün mən deyərdim, suallar versin. Oxuyub ayəni, sual versin ki, niyə, nə üçün, nə demək istəyir, nəyi çatdırmaq istəyir. Allah razı olsun Hacı. Allah elimizə bərəkət versin inşallah. Çox gözəl maşallah. Hacı, mən bayaqki söhbətimin ardını inşallah bir ayə ilə davam eləmək istəyərdim. O da sizin bayaq elə söhbətinizdə işarə elədiyiniz bir ayəyə görə zehnimə gəldi. Quran-ı Kərim özünün başa düşülməyində bizi Əhl-i Beytə müraciət etdirir ki, ayəsini biz bayaq dedik. Nə üçün biz
məhz peyğəmbər və onun ailəsinə müraciət eləməliyik. Quran-ı Kərimdə buna açıq-aşkar əmr olunub ya yox. Bayaq dediyimiz kimi biz namazı da hədislə qılırıq. Əgər Allah buyurur ki, filan vaxtdan filan vaxta qədər oruç tutun, amma oruç nədən ibarətdir, nə yeməli deyilik, nədən çəkinməliyik? Bu məsələlərə yalnız və yalnız Peyğəmbər salavatullah aydınlıq gətirə bilər. Quran-ı Kərim buyurur: "Və ənzəlnə iləykəz-zikra litubəyyinə lin-nasi mə nuzzilə iləyhim." Biz Quran-ı Kərimi sənə nazil etdik və onlar üçün nazil olanı onlara onlara sən gərək izah eləyəsən. Ayənin mən əlbəttə məzmununu dedim. Ayənin tərcüməsi belədir ki, "Və ənzəlnə iləykəz-zikra." Biz sənə zikri, yəni Qur'anı nazil etdik. Litubəyyinə lin-nasi, ki sən insanlara bəyan eləyəsən, mə nuzzilə iləyhim. Onlara biz nəyi nazil etmişik? Yəni Quran-ı Kərimin açıqlanması Peyğəmbər sallavatullahın öhdəsindədir. Və ayədə elə özündə də işarə edir: "Fəsəlu əhləz-zikri in kuntum la ta'lamun." Əgər bir şeyi bilmirsinizsə, məlum məsələn insan bilmədiyi bir şeyin ardınca getdikcə mümkündür qaranlıqlara qərq ola, bir yerə girib çıxa bilməyə. Bayaq misalını vurdunuz ki, bir yerə axtarıram. Mən cəmaatdan soruşmadıqca mənim vaxtım da gedəcək. Əlbəttə mümkündür bizim dünyadakı vaxtımız heç çatmasın ora qədər ki, biz gelib istədiyimiz nəticəyə varaq. Ən yaxşı üslubu budur ki, biz Quran-ı Kərimin göstərişi ilə onun təfsirindən ötəri Peyğəmbər və onun pak olan Əhl-i Beytinə müraciət eləyək. Bir məsələ də burada var Quran-ı Kərimin dili barəsində. Elə o məsələyə istəyərəm işarə eləyim. Ali İmran surəsi 7-ci ayə. Huvəl-ləzi ənzələ aleykə kitəbə minhu ayətun muhkəmət hunnə ummul kitab və uxarı mütəşəbihət. Allah Teala sənə bu kitabı nazil etdi. Orada möhkəm ayələr var və Allah Teala buyurur ki, möhkəm ayələr Qur'anın əsasıdır. Və uxarı mütəşəbihət. Bəzi ayələr də var ki, mənası bir neçə cür başa düşülür. Bu ayələrdə biz məcburuq ki, Quran-ı Kərimin möhkəm ayələrinə müraciət eləyək. Amma mütəşabihi necə möhkəmlə təfsir eləyək? Peyğəmbər olmadan və Quran-ı Kərimin zəmanət verdiyi Əhl-i Beyt əleyhissalam olmadan bizim üçün müyəssər deyil. Və Allah iraq eləsin ki, insanın qəlbində bir xəstəlik ola. Allah Teala buyurur: "Fəəmməlləzine fi qulubihim zeyğun." Qəlblərində azğınlıq olanlar nə edirlər? "Fəyəttəbi'un mə təşabəhə minhu ibtiğa'al fitnəti və ibtiğa'a təfili." İstəyərlər ki, fitnə məqsədindən bu ayələrdən istifadə eləsinlər. Amma Allah Teala buyurur: "Və mə ya'lamu təviləhu illallah." Bunun təvilini Allahdan və rasixunə fil ilm və elmdə qüvvətli, qüdrətli olanlardan başqa heç kim bilə bilməz. Yəni o elmi Allah və elmdə qüdrətli olanlar bilir. Bir məsələ var. Quran-ı Kərim sadə məsələlərdən bəzən danışır bizim üçün. Belə bir sual yarana bilər ki, misal üçün biz bir şeyi sabit eləməkdən ötəri nə edirik? And içirik. Və and içdiyimiz məsələlərdə qeyri-adi bir şey. Məsələn, Allaha and içirik, Qur'ana and içirik ki, bizim üçün müqəddəsdir. Amma Allah Teala gəlir, əncirə and içir, zeytuna and içir. Sonra yadınıza düşsə siz də deyərsiniz. Bəzən elə şeylərə, bəli? Günəşə, aya. Günəşə, indi günəş deyək ki, biraz böyük, amma əncir, zeytun, misal üçün bu kimi şeyləri ki, Allah Teala and içəndə biraz insana qəlbə gəlir ki, əvvəla Allah bir şeyi sabit etməkdən ötəri, sübut eləməkdən ötəri ehtiyaclı deyil ki, bizə and içsin. Çünki Allahın sözü zaten qüdrətlidir, heç bir anda söykənməyə ehtiyacı yoxdur. Amma Allah Teala istəyir bizə, bizim nəzərimizdə, bizim gözümüzdə sadə olan şeylərin həqiqətini göstərsin. Allahın məqsədi budur. Misal, biz zeytunun o qədər faydalarını bilmirik, əncirin faydalarını bilmirik. Amma Allah Teala istəyir bizə desin ki, bir bax buna. Quran-ı Kərim bizə bir çox yerdə baxmaq əmr edir. Ayə var surə-i Mulkda, səhv etmirəmsə 3-cü, 4-cü ayələr olmalıdır.
Fərci'il bəsara həl tərə min futur. Allah Teala buyurur ki, bir səmaya baxışla gör Allahın yaratdığında bir təfavut, bir eyb, nöqsan görə bilirsən. Summərci'il bəsara kərrateyn. Dəfələrlə bax. Bu bir baxış, bu cəhətdən ki, nöqsan görməsən, deməli Allahın qüdrətini görəcəksən. Və digər ayədə Allah Teala buyurur ki, İnnə fi xalqis səmavati vəl ardı və ixtilafil leyli vən nəhari ləayətin li ulil əlbəb. Ağıl sahiblərində göylərin və yerin yaradılışı, gecənin gündüzü əvəz etməyində ibrət var. İnsan hər şeyə fərqi yoxdur. Meyvəsindən tutmuş, Allahın göyü yeri yaratmağından tutmuş, günəşi, ayı, vəl ardı və mə tahəhə və nəfsin və mə səvvəhə. Allah Teala nəfsi and içir, yeri and içir, və səmai və mə bənəhə, göyə and içir. Hər bir şeyə baxsaq, Allah Teala istəyir biz hər bir şeyə nəzər yetirək və bu baxışdan sonra Allah Teala buyurur ki, ağıl sahibləri üçün bu məsələlərin hamısında bir ibrət var. Yəni insanın baxışı hər bir şeyə sadə olması, hər bir şeydə Allah Teala hikmət qərar verib. Sözümün xülasəsi budur ki, Quran-ı Kərim bizim sadə bildiyimiz məsələlərə diqqətlə baxıb orada Allahın qüdrətini görməyimizi istəyir. Bir ayə var, bir mətləb də var. İcazə versəz, mən onu da inşallah əlavə eləyərdim bu söhbətimizə. Allah Teala buyurur: "Və laqad karramna bani Adəm." Biz bəni Adəmi hörmətli, kəramətli qərar verdik. Digər bir ayədə Allah Teala özünü Əkrəm adlandırır. İqra və rabbukəl əkrəm. Quran-ı Kərimin xülasə desək, Quran-ı Kərim buyurur ki, Əkrəm olan Allah kəramətli yaratdığı bəndəyə elm öyrətmək istəyir. Yəni, Quran-ı Kərimin dili, üslubu, mövzusu, riyaziyyat, kimya, astronomiya, bu kimi məsələlər deyil. Bəzən deyirlər ki, Quran-ı Kərim elmi kitabdır, bəs nəyə görə filan məsələyə işarə eləməyib, filan məsələni bizim üçün deməyib. Niyə Allah qardan danışmayıb, niyə Allah misal üçün filan heyvandan və yaxud da təbiətin filan məsələsindən danışmayıb. Quran-ı Kərim bizi ondan da fövqdə görmək istəyir, ondan da yuxarıda görmək istəyir. Onun üçün Allah Teala buyurur ki, İqra və rabbukəl əkrəm əlləzi alləmə bil qələm alləməl insənə mə ləm ya'ləm. İqra, oxu və bil ki, sənin Rəbbin kəramətlidir. O Allah ki, sənə qələmlə, Allah Teala qələmin vasitəsilə elmi öyrətdi və Allah Teala insana bilmədiyi şeyi öyrətdi. Bilmədiyi şeylər nədir? Hər bir şey nəzərdə tutula bilər. Amma Allah Teala özünü Əkrəm, bəndələrini kəramətli adlandırmaqla demək istəyir ki, mənim mövzum səni hörmətli, kəramətli eləməkdir. Yeri gəlmişdən elə bu mövzunu tamam eləmək istəyirəm bir məsələ ilə. Allah Teala Quran-ı Kərimdə peyğəmbərlərin barəsində danışanda buyurur ki, Allah Teala bir elm öyrədir, bir də insanları təzkiyə edir. Quran-ı Kərimin mövzusu fəqət elm deyil. Çünki elm insanı başqa yola da apara bilər. Əgər içində insanın təzkiyəsi, nəfsini paklamaq olmasa, insan bir şeyi Rəbbinin adı ilə bağlamasa, çünki Quran-ı Kərimin ilk ayəsi buyurur ki, oxu, İqra bismi rabbikəlləzi xalaq, səni xəlq edən Rəbbinin adı ilə. Əgər elm Rəbbə bağlanmasa, Rəbbani elm olmasa, Allahla insanın ünsiyyəti olmasa, o elm niyyətdə başqa şeyə xatir olsa, yəni içində Allah olmasa o elmin, elm təhlükədən başqa bir şey olmaz. İnsanı Allah göstərməsini elə yerə aparar ki, yəni adi insanın eləmədiyini elmli insan eləyər. O fəsad ki, adi insanlar onu törədə bilməzdi. Elmli insan gələr, çox böyük fəlakətlərə səbəb ola bilər. Onun üçün Quran-ı Kərim həm bizə böyüklük dərsi öyrədir, həm hər bir şeyə xülasə şəkildə işarə edir. Göylərə bax, yerə bax, bunu özün araşdır, oxu ginən. Və həm də Allah Teala buyurur ki, sənin elminlə təzkiyəvi istəyirəm. Çünki mən səni səadəti etməkdən, təkamüldən ötəri xəlq eləmişəmsə,
Sənin təkamülün ancaq elmdə deyil. Həm təlim olmalısan, həm də təzkiyə. Çox gözəl və bir neçə dənə də mövzulara toxundunuz Hacı. Mən bir dənə danışırsınız deyəndə mən bir şey yadıma düşdü. O hədis qəbul eləmə. Mən bir yerdə idim, bir tədbir idi. Tədbirdə bir neçə nəfər var idi. O tədbir iştirakçılarından bir nəfər dedi, mən hədis qəbul eləmirəm. Digər şəxs də soruşdu ondan ki, axı niyə görə də? Məsələn, axı ola bilər ki, Quranı oxuyasan, hədis olmasa anlaya bilməzsən falan. Dedi, yox, hədislər sonradan yazılıb, səhvlər çoxdur falan. Hətta bir-iki dənə belə deyək, zəif olan hədislərdən, hətta heç onlar hədis deyildi ya. Onlardan indi o hədis bilirdi onu, nümunə də çəkdi. Həmin şəxs ona bir söz soruşdu, sual verdi. Mən çox da xoşuma gəldi bu. Dedi, yaxşı, sən hədis qəbul eləmirsən, Quranı başa düşürsən, dedi, çox da gözəl başa düşürəm. Dedi, yaxşı, bir dənə qısa surələrin birindən bir söz soruşum səndən, dedi, buyur soruş, dinləyirəm. O qədər deyir, mən Quran oxumuşam, hansı tərəfindən istəyirsən soruş, dedi, lap gözəl. Dedi, məsələn, Məsəd surəsi var Quran-ı Kərimdə. Əvvəli belə başlayır ki, Təbbət yədə Əbi Ləhəbin və Təbb. Əbu Ləhəbin əlləri kəsilsin və yaxud qurusun, qırılsın və qırıldı da. Belə. Birinci ayəsi deyir, bu cür başlayır, sonra elə onun barəsində danışır. Dedim, indi sən mənə bu elə birinci ayəni izah elə, amma hədis demədən. Denən görün birincisi, hədis demədən Əbu Ləhəb kimdir? İkincisi, bu nə iş görmüşdü ki, bunun əlləri qırılmalıdır? Və üçüncüsü də söhbət nədən gedir? Amma hədis demə. Və mənə izah elə. Dedi ki, yox, hədis demə deyəndə ki, mən tarixdən deyə bilərəm. Dedi, tarix yox, hədis. Çünki Quran-ı Kərim, çünki həmin adam tarix qoyur və o ümumiyyətlə hər bir ayənin də nazil olma, şən-i nüzul deyirlər, səbəbi nüzul deyirlər, nazil olma səbəbi var. Niyə görə o, belə deyək, bu cəzaya düçar oldu, bu bəlaya düçar oldu, nə iş görmüşdü? Amma hədis, dedi, bax gördün, hədis demədən sən bu ayəni, hətta Quran-ı Kərimin kiçik bir surəsinin və birinci ayəsinin izahını verə bilmədin. Görürsən ki, burada çox da xoşuma gəldi bu dəlil ki, həmin adamı o cür izah elədi, onun üçün belə deyək, gözəl bir nəticə çıxartdı ortalığa ki, o insanlar ki, deyir, mən hədis qəbul eləmirəm, hələ yerinə yetirdiklərinin həyatında, ibadi məsələlərdə yerinə yetirdiklərinin 90% hədisdir. Amma Quran-ı Kərim sadəcə istiqamət verib. Bu Quran-ı Kərimin də üslubudur. Və o elm məsələsinə də gələndə, Hacı, o son söhbətimizin sonunda toxunduğumuz çox gözəl bir mətləbə toxundunuz ki, din həm elmdir, Quran-ı Kərimin özü elə məsələn, həm əxlaqdır, həm həyadır, yəni hər bir şeyi özündə cəmləyir. Biz məsəl üçün ayıranda ki, elmdə belə deyilir, dində belə bir deyilir. Bu əslində özü-özündə düzgün fikir deyil. Amma sadəcə olaraq məsələ anlaşılsın deyənə biz bu cür misal çəkirik ki, məsələn, bugün elm də təsdiqləyir də, dində bu şey var. 14 əsr bundan qabaq var idi. Sadəcə, yenə deyirəm, məsələ izah olunsun, aydınlaşılsın deyənə. Amma ayrı bir şey deyil. Niyə görə? Çünki Quran-ı Kərim həm elmi kitabdır, həm ibadi kitabdır, həm tarixi kitabdır, həm fəlsəfi kitabdır, həm tibbi kitabdır. Hansı mövzuya toxunmuyor Quran-ı Kərim? Bütün mövzulara toxunub, hər bir məsələdə sadəcə yolu var, istiqaməti var hədislə. Yəni, Peyğəmbər və Əhl-i Beyti ilə Quran-ı Kərimə daxil olub, oradan çıxarış eləyə biləsən. Allah lənət eləsin, Məmun Əbbasi xilafətində ən savadlısı xəlifələrdən o idi, ən də xəbisi də elə o idi, savadlı olduğuna görə. Dəfələrlə məclislər təşkil edirdi, İmam Məhəmməd Təqi əleyhissalamı çağırırdı, dəvət edirdi məclisə ki, istəyirdi o bəzi şəxslər tərəfindən imamı alçaltsın, müəyyən sözlərə imam cavab verə bilməsin, amma hər dəfə də onun dəvət elədikləri o şəxslər özləri rüsvay olurdular, həmçinin də özü rüsvay olurdu. Bir də belə bir məsələ çıxdı fəqihlər arasında, Məmunun qazilərinin, fəqihlərin arasında. Məsələ də belə idi ki,
bir nəfər oğurluq eləmişdi. Qazının biri hökm çıxartmalı idi bunun üçün. Qazilər də yığılıblar. Məmun ikində hökmü çıxardım. Dedilər, hökmü çıxartmaq belədir. Quranda Allah təala buyurur ki, "Vəs-sariqu vəs-sariqatu fəqtu əydiyəhuma." Belə idi də ayə. Hə, oğru kişi və qadınların əlini kəsin. İndi bunun əli kəsilməlidir. Yaxşı, gətirin cinayətkarı, oğrunu bura. Oğrunu gətirdilər. İndi dedi, qərarı verin, əli kəsilsin. Hardan kəsilsin? Biri dedi ki, məsələn, bu barmaqların ələ, biləyə birləşdiyi yerdən kəsilsin. Digər dedi ki, yox, biləkdən kəsilsin. O birisi dedi ki, yox, dirsəkdən kəsilsin. Həmin vaxtı gördü məmun ki, fürsət yaranıb. Çağırtdırdı İmam Məhəmməd Təqi əleyhissalamı ki, indi sən gəl cavab ver. Ki, görək, özdə elə cavab ver ki, Allahın kitabından kənar çıxmayasan. Allahın kitabında, yəni Quran-ı Kərimdə nə cürdünə, o cürdünə verəsən. Bu qazilər də biraz belə fəxrinə atırdılar ki, indi imam cavab verə bilməyəcək. İmam soruşdu ki, yaxşı, hardan kəsilməsini deyirsiniz? Biri dedi ki, əldən söhbət gedir. Fəqtəu əydiyəhuma. Onların əllərini kəsin. Dedi, əlləri kəsilsin. Yaxşı. Düzgündür. Dedilər, nəyə görə? Qurandan dəlildir. Dedi, çünki Allah Quranda buyurur ki, İnnəl məsacidə lillah. Səcdə yerləri Allaha məxsusdur. Allaha məxsus olanda heç kəs kəsə bilməz, aradan apara bilməz. Səcdə yerlərindən də biri alınlar, bir də əllərin içərisidir. Dedi, yaxşı. O birisi dedi ki, onda mən elə düz demişdim də, mən deyirəm, dirsəkdən kəsilsin. Dedi, yox, dirsəkdən də kəsə bilməz. Dedi, Qurandan dəlildir. Dəlil də bunu dedi ki, fəxsulu vucuhakum və əydiyəkum iləl mərafiq. Dəstəmaz ayəsini, Maidə surənin 6-cı ayəsini dedi ki, namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərlə birlikdə yuyun. Dedi, bu da dəstəmaza məxsusdur. Bu da Allaha ibadəti yerinə yetirmək üçün ona məxsusdur. Baxdılar ki, hər nə dedilər, İmam Quran-ı Kərimdən cavab. Düzdür ya, bu fikir məsələsi başqadır. Oğrunun əlinə zül kəsilmədi. Amma onlar ki, həmin məclisdə imamdan, Qurandan cavab deməyini istəyirdilər və özlərinin də səhv fikirlərini, düz olmayan fikirlərini yürütmək istəyirdilər. İmam onlara cavab verdi. Baxın, yəni hər bir şey əhli tərəfindən, yəni Əhl-i Beyt əleyhissalam tərəfindən təfsir olunur, var, yol var. Sadəcə biz özümüzdə, müşkül özümüzdədir. Quran-ı Kərimdə yox ki, biz o məsələni oradan çıxarda bilmirik və gəlirik sonda bunu ilə belə deyək, qərarlaşırıq ki, hə, elm ayrı, din ayrı. Əlləməl insana ma ləm ya'ləm. İnsana bilmədiyini öyrətdi Allah Taala. Bilmədiyi bir şey kim öyrədir? Və əslində insanın əsl müəllimi Allahdır. Allah öyrədib insana. O sizin də ayırdığınız kimi əslində bir dənə misalı deyim, elə sizin özünüzdən eşitdiyim bir misaldır ki, insan kimi ilə ailə qura bilər? Naməhrəm şəxslə. Kişi naməhrəm insanla icazəlidir ki, halal yolla ailə qursun. Bunu təyin eləyən nədir? Bizim dinimizdir. Amma elmə qalanda, elmin burada gücü çatmır, qüdrəti çatmır, nə qadağa qoysun, nə də əmir versin. Elm burada açıq yol qoyub ki, insan hətta Allah eləməmiş, məhrəmi ilə də ailə qura bilər. Elmin buna gücü çatmır ki, bu məsələdə din elmi üstələyir. Amma əslində din elm olaraq elmi üstələyir. Necə ki, misalın dediniz, İqra və Rabbukəl əkrəm və ləqəd kərrəmna bəni Adəm. Kərim olan Allah, kərim olan bəndəsinə nə deyir? Əmr edir ki, oxu. Orada bəndəsi də kərimdir, yaratdığı Allahın. Bəndəsi də kərimdir. Özünü da kərim kimi yox, əkrəm kimi. Yəni, ən üstün olan kərim, kərim olan bəndəsinə əmr edir ki, oxu, da ona dəyər verir. İndi burada da din elm olaraq elmi neynir? Üstələyir. Hansı elmi? İqra bismi rabbikəlləzi xələq, Rəbbani olan elm, insan tərəfindən yaradılan, belə deyə, qondarma olan elmi üstələyir. Bu Quran-ı Kərimin üslubudur. Niyə, nəyə görə, nə üçün sualları verəndə gəlir ortalığa bunlar çıxır. Amma yenə də ən birinci yol budur ki, hədis gərək ayrılmasın. Hədisi Quran-ı Kərimdən ayırdıqsa, Peyğəmbəri Qurandan ayırmış oluruq ki, ayəsində qeyd edilir ki, Peyğəmbərə nazil olub, Peyğəmbərə də əmr edir ki, insanlara izah eləsin. Buyurun, nəsə bu barədə sözünüz var idisə? İmamın Qur'anla
məsələni izah eləməsinə işarə elədiniz. Bir hədis yazma, bir rivayət yadıma düşdü. Bir nəfər izdivac eləyir, 6 aydan sonra onun övladı dünyaya gəlir. Bu, yoldaşını ittiham eləyir ki, sən xəyanət eləmirsən, çünki 6 aya mənim övladım ola bilməzdi və istəyirlər ki, bunu cəzalandırsınlar. Nəhayət Əli əleyhissalama müraciət olunur. Həzrət Əli əleyhissalam buyurur ki, xeyr, insanın 6 aya övladı ola bilər və Qur'an-ı Kərimdə bunu açıqlayır. Hansı ayədə? Bir ayə gətirir Əli əleyhissalam, buyurur ki, وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَعَةَ. Analar 2 il bütövlükdə 2 il gələ övladlarına süd versinlər. Neçə ay eləyir? 24 ay. Və digər bir ayədə Allah Teala buyurur ki, وَحَمْلُهُ وَفِصَالُهُ 30 شَهْرًا. Qadınların hamiləlik və süd vermə müddəti 30 aydır. Ümumilikdə minimum 30 aydır. Və 30 aydan da 24 aya çıxan deyilir 6 ay. Yəni, süd vermə dövrü ki 24 ay idi. Hamiləliklə bir də bunu hesablayıb 30 rəqəmini alanda 30-dan əgər 24-ə çıxsaq, yerdə 6 ay. Yəni, hamiləliyin minimum müddəti 6 ay ola bilər və bir nəfəri böyük bir ittihamdan Əli əleyhissalam Qur'anın vasitəsilə xilas elədi. Əhl-i Beytə müraciət budur. Bunu Həzrətdən başqa heç kəsin qüdrəti çatmazdır ki, bu gözəllikdə və bu dəqiqlikdə izah eləsin. Əhl-i Beyt əleyhissalamın kəlamlarını oxuyan, Qur'an-ı Kərim barəsində onların dediklərini eşidən şəxs, onların həyatı barəsində biraz araşdırma aparan şəxs heç vaxt o fikrə gəlib çıxmaz ki, yox, bizə Əhl-i Beyt lazım deyil, onların izahına bizim ehtiyacımız yoxdur. Və bir dənə də elə sözümü yekunlaşdırmadan ötəri çox mühüm bir məsələyə işarə eləmək istəyirəm. Sadə bir düşüncə ilə insan elə bu mətləbi öz üçün həll eləyə bilər. O məsələ nədir? Qur'an-ı Kərim buyurur ki, mütəşabih ayə var. Mütəşabih budur ki, neçə cür mənası başa düşülə bilər. Və insanların hər birisinin fikri nədir? Müxtəlifdir. Əgər bir ayə Allah Teala Qur'an-ı Kərimdə nazil edib, o ayəni möhkəm ayə vasitəsilə biz həll edə bilmiriksə və müxtəlif şəxslərə müraciət edirik ki, bunlar təzmin olunmayıblar, zəmanət verilməyiblər. Hər kəs Qur'an-ı Kərim barəsində bir fikir yürütsə, onda Qur'an-ı Kərimin mənası, həqiqi mənası ki, Allah o mənanı iradə edib burada, necə başa düşülə bilər? Elə bu sadə məntiqlə biz özümüz də anlaya bilərik ki, bizim bu məsələdə elə şəxslərə ehtiyacımız var ki, Allah Teala buyurub ki, mən onlara zəmanət verirəm, onlar sizin üçün doğru danışanlardır və onların sözlərinə əmin ola bilərsiniz. Təşəkkür edirəm Hacı bir daha. Belə yekun olaraq deməli nəticə bu oldu ki, Qur'an-ı Kərimin üslubu və bizim də və bir çox insanlar ki, deyir, oxuyub anlaya bilmirik, oradan özümüz üçün bir nəticə çıxara bilmirik. Üslubu və yolu birinci olaraq budur ki, Qur'an-ı Kərimə Peyğəmbərlə daxil olsunlar və Peyğəmbərin əhl-i beytini. Yəni, mən hədis qəbul eləmirəm. Hədis qəbul eləmirsənsə, onda nəticə etibarı ilə sonunda Quranı da qəbul eləməyəcəksən. Çünki Quranı anlamaq üçün bizə hədis mütləq lazımdır. Həzrət Peyğəmbər sallallahu əleyh, mən bir alimdən səhv bilmirəmsə eşitmişəm, çoxdan eşitmişəm, deyir, Peyğəmbər də mübarizə aparıb və ondan sonra Əli əleyhissalam da mübarizə aparıb. Peyğəmbər sallallahu əleyhin mübarizəsi bitdi, amma Əli əleyhissalamın mübarizəsi ta bugünkü günə qədər də davam eləyir. İki şəxs, ikisi də Qurana görə mübarizə aparıblar. Biri Peyğəmbər tənzilə görə, Əli əleyhissalam isə təvilə görə. Tənzil Qur'an-ı Kərimin nazil olmasıdır. 23 il müddətində Həzrət Peyğəmbər Qur'an-ı Kərimin nazil olmasına görə müşriklərlə mübarizə elədi və məqsədinə də çatdığı missiyasını yerinə yetirdi. Amma Əli əleyhissalam ondan sonra da tənzil nazil olub Qur'an-ı Kərim ortalıqdadır.
İndi onun mənası, yozumu, təfsiri barəsindəki yad düşüncələr, yad fikirlər Qurani-Kərimə yeridilməsin, daxil olmasın və sırf Allahın təyin elədiyi o kitabda, Qurani-Kərimdə təyin elədiyi şəxslər tərəfindən, yəni Peyğəmbər və Əhl-i Beyti tərəfindən təfsir olunsun deyənə Əleyhisselam da onun yozumu barəsində neynədi? Mübarizə apardı. Həmin mübarizə ta bugünkü günə qədər də davam eləyir. Allah Teala bizləri Qurani-Kərimin həm nazil olan zahiri mənalarını, həm də təvilini, yozumunu, təfsirini anlayanlardan və ən əsas mərhələdə də həyatında tətbiq eləyib Allahın kitabı əsasında, onun göstərişləri, əmrləri əsasında həyatını Quran yaşayan bəndələrdən eləsin inşallah. Bir daha təşəkkür edirəm Hacı. Allah sizin də ömrümüzə, elmimizə bərəkət versin. Baham inşallah. Allah razı olsun. Teşekkür ederim. Allah sizdən də razı olsun.